Yepyeni bir Brawl Stars videosunun hamdı. Salamlayıram. Bu videoda sual cevap videosu edirik. 1000 takipçiye özel. Sadece bir ayda 1000 takipçi olduk. Takip edən, destek olan, like atan hamıya çox təşəkkür edirəm. Və buna özel de bir sual cevap videosu çəkmək istədim. Və ilk sualımızı oxuyaq. İlk sualımız Aroni'dən gəlibdi. Aroni hər videomuza şərh atan, izləyən bir izləyicimizdir. Ona görə onun yorumunu ilk oxudum. Deyir, nə üçün Grom və nə üçün Brawl Stars? Yəni Brawl Stars'ı mən əslində uzun müddətdir oynayıram. Yəni Clash Royale'da oynamışam, Minecraft'da oynayacağam. Hətta Free Fire videoları çəkmək istəyirəm başqa səhifələrdə, ayrı səhifələrdə. Amma sırf Brawl Stars ona görə ki, məncə daha yaxşı oynayıram. Yəni yaxşı oynadığım oyunun videosunu daha çox çəkmək istədim. Ona görə də Brawl Stars'ı seçdim. Və nə üçün Grom? Çünki Grom'un məsafəsi çoxdur, hasarı çoxdur, atıcıdır, uzaqdan vurur. Oynaması çətindir, həm də yəni çox adam oynaya bilmir onu. Ona görə də mən xoşlayıram. Məsələn mən Eevee-də oynayıram. Çox adamın oynaya bilmədiyi karakterləri mən oynayıram və bu xoşuma gəlir. Yəni mənim oynadığım karakteri çox adamın oynamaması bu mənim xoşuma gəlir. Ona görə də Grom, Eevee kimi karakterləri oynayıram, Sprout kimi. Bir digər sualımıza keçək. Babək soruşub. Deyir, bu oyuna başlamağının səbəbi nə idi? Sevgilin varmı və neçə yaşın var? Bu oyuna başlamağımın səbəbi çox uzun bir müddətdir mən bu oyunu oynayıram. Hətta 2019-dan bəri, 2019-un başlarından bəri mən bu oyunu oynayıram. Ara sıra buraxdığım oldu, yarım il, bir il buraxdığım oldu, amma başlanğıcım 2019 ilinə qədərdir. Yəni uzun müddətdir bu oyunu oynayıram və səbəbi yoxdur. Yəni ümumiyyətlə bizim bütün məhəllə oynayırdı o vaxt bu oyunu biz uşaq olanda. Və deyir, sevgilim varmı və neçə yaşın var? Sevgilim yoxdur və 20 yaşım var. Yəni çox insan məni 17 yaşında bilir, 16 yaşında. Bəziləri deyir ki, 18 yaşım varmı, 17 yaşım tam olma, 20 yaşım var. Gəl sualımıza keçək. Zeynox soruşubdu. Deyir ki, adın nədir və neçə yaşın var? Adım nədir? Adım Əlidir. Mənim öz adım Əlidir, amma ləqəbim Portal. Yəni Portal yəni mənim nikimdir, belə deyək. Öz adım Əlidir və 20 yaşım var. Əvvəlki sualda da demişdim. Ən çox bu yaş sualı soruşulubdu. Hamısına cavab verə bilmirəm yaş sualının. Çünki eyni sual dəfələrlə soruşubdu. Ümumi olaraq cavab verirəm. 20 yaşım var, adım Əlidir. Bu formada. Bir digər sualımıza keçək. Harda yaşayırsan? Bu sualı Vətənpərvər 012 bu Footmaster'in hesabıdır. Yəni Footmaster'i soruşubdu bu sualı. Onun da səhifəsini istəsəz gəlib baxa bilərsiniz. Hələ ki videosu yoxdur, tapşırmışam video atsın. Onun da səhifəsinə gəlib baxarsınız. Orada da bir yerdə videolar çəkərik. Qəbələdə yaşayıram. Qəbələ yəni ölkənin belə deyək, ən sərin yeridir da, belə deyək. Ölkəm mənə görə, təbiətinə görə ən gözəl yerlərindən biridir. O cəhətdən şanslıyam. Qəbələ həqiqətən yəni yayda cənnət kimidir da. Yəni qışda biraz çətin olsa da soyuğu, yayda cənnət kimidir. Bir digər sualımıza keçək. Footmaster-də sual vermək istəyir. Bir dənə sual yazasıdır indi. Serhan yazıbdı. Deyir ki, haralısan? Uzun videolar gələcəkmi? Grom yoxsa Eevee? Bax, bu həqiqətən çətin sualdır. Bu Grom yoxsa Eevee? Yəni bir sualda 3 sual soruşub. Üçüncü sualı həqiqətən çox çətindir. Haralısan demişdim, Qəbələliyəm. İkinci deyir ki, uzun videolar gələcəkmi? Bu video yəqin ki, biraz qısa olasıdır, sual-cavab videosudur ona görə. Amma uzun videolar bundan sonra həmişə gələcəkdir. Keçən oyun 17 dəqiqəlik bir video atdıq və bundan sonraki bütün videolarımız da uzun olasıdır. Yəni gözəl videolar gələsidir, uzun videolar gələsidir. Yəni bundan sonra həmişə videolarımız inşallah uzun olasıdır. Yəni minimum 15 dəqiqə tutmağı düşünürəm videolarımızı. Və deyir ki, Grom yoxsa Eevee? Bax bu çətin sualdır. İkisi də çox sevdiyim karakterlərdir. Çünki az oynanan karakterlərdir. Bir də Eevee-nin hiperşarjı, yəni rəqibi çox yorur, alan hasarı verən rəqib yoxdursa, nitazad yoxdursa. Yəni həqiqətən çox yaxşı karakterlərdir. İkisi də mənim ən sevdiyim karakterlərdir. Amma mən Gromu seçəcəm, çünki Grom hər xəritədə əl-üzdən tuta bilən karakterdir. Yeri gəlsə hasarından, məsafəsindən çox güclü karakterdir. Ona görə mən Gromu seçsəm, amma Eevee də çox yaxşı karakterdir. Bir digər sualımıza baxıram indi. Dream deyibdi ki, üzünü göstərdisən. Footmaster-də soruşubdu ki, üzünü nə vaxt göstərdisən, haralısan və niyə YouTube'a başladın? Yəni üzümü belə deyim, üzümü hələ göstərməyəcəm. Yəni hardasa bir 10.000 takipçidə zat belə, yəni ya 5.000 ya 10.000 harası takipçidə yəqin ki üzümü göstərəcəm. Və deyir, niyə YouTube'a başladın? Yəni haralısan demişdim Qəbələ və YouTube'a başlamağımın səbəbi nədir? Mən həmişə YouTube'a başlamaq istəmişəm. Yəni hamımızda olubdu da o xəyal, yəni belə o uşaq vaxtı Lazaliyə baxırdıq, nə bilim, Berat Ali, Lord Enzel, bunlara baxırdıq. Yəni hamımız bir vaxtlar YouTuber olmaq istəmişik. Yəni mən də istədim ki, yəni vaxt varkən bunu gerçəkləşdirim. Bir digər suala keçək. Fərəc nə deyir? Sualımdakı
Deyir ki, sevgilin varmı? Brawl Stars'ın əlavə nə oynayırsan? Adın nədir? Bravol'da ən sevdiyin karakter nədir? İndi deyir, sevgilim varmı? Sevgilim yoxdur. Əvvəlki sualda da demişdim. Əlavə nə oynayırsan? Mən oynadığım oyunlar hansıdır? Minecraft oynayıram. Videosunu ikinci səhifəmdə çəkməyə başlayacağım. Orada mini world videosu da atmışam. O da Minecraft'a oxşayan bir blok oyunudur. Free Fire'da oynayıram, amma onu da o qədər yaxşı oynamıram. Onun da videosunu çəkəcəm. Adın nədir? Əlidir və Bravol'da ən sevdiyin karakter nədir? Mən Bravol'da ən sevdiyim karakter Grom'dur, amma sadəcə Grom deyil, El Primo'dur həm də. Mən köhnə hesablarımda Primo'dan çox kasmışam Azərbaycan sıralamasına. Sadəcə bu hesabda kupası azdır. Və El Primo'dan da videolar gəlmişdi. Yəni tək hesablaşmada çox yaxşı oynadığım karakterdir. Həqiqətən El Primo'dan bilənlər bilir. 3 vs 1 atıram səhifədə. Yəni kanalımda görmüsüz. 2 vs 1 atıram. Və Primo'dan heç kəsdə uduzmamışam indiyə qədər vs-dən. Həqiqətən yəni udan olsa da yəni e-sportçu zad olar, elə deyim. Və Daryl'ı da çox xoşlayıram. Daryl'ı da keçmək olmaz. Daryl da mənə görə çox yaxşı karakterdir. Bir digər sualımıza keçirəm. Hemides deyibdi sualı. Hemides deyibdi ki, bildirim gəlir. Yenə bildirim gəlir. Hemides deyibdi ki, adın nədir və neçə yaşın var? Adım Əlidir və 20 yaşım var. Yəni bunu əvvəlki bir çox sual gəlmir. Bir çox sualda belə eyni şeylər soruşublar deyə çox hamısını ala bilmərəm. Çünki çoxunda yaş idi, ad idi. Son sualımıza keçək. Yox, son sualımız da öyleymiş. Vukush Holding deyibdi ki, atıcı sevgin hardan gəlir? Bu çox gözəl sualdır. Mən də özümə soruşuram ki, məndə hardandır bu atıcı sevgisi? Tik oynayıram, Grom oynayıram, Sprout oynayıram, nə bilim, Berry oynayıram, video çəkməmişəm. Yəni bu atıcı sevgi məncə şeydən gəlir. Yəni mənə görə qalaların arxasından vura bilir və sizə azadlıq sağlayır da. Yəni yanınızda güclü takım arkadaşı varsa, sizi suikastçilərdən qoruyacaq. Atıcılar sizə azadlıq verir. Qalanın dalından vurma azadlığı verir. Yəni o çox böyük bir şeydir da, həqiqətən. Qalanın dalından vurursunuz. Hələ Grom'u ona görə sevirəm. Həm qalanın dalından vurur, həm uzaqdan vurur. Tik də elədir. Həm qalanın dalından vurur, həm uzaqdan vurur. Yəni məncə çox möhtəşəm karakterlərdir atıcılar. Hətta suikastçilərdən mənə görə çox daha maraqlıdır. Yəni hər bir karakterdən çox daha maraqlıdır onlar oynamaq. Və son sualımız da gəlir. Mirel Ekber Guadov'dan gəlibdi 3964. Deyir ki, Brawl Stars'a niyə başladın? Kimsə önərdi yoxsa özün başladın? Brawl Stars'ı biz 2019'da hələ biz bütün məhəllə olaraq başlamışdıq oyuna biz uşaq olanda. Yəni bütün məhəllə başlamışdıq. Məhəllədəki bir uşaq hamıya göstərdi. Hamımız başladıq video çəkməyə. Oyunu oynamağa. Yıldız Şerizad var idi o vaxtlar. Yəni köhnə hesablarımız getdi da. Yəni 2018-in sonları 2019'da belə hamımız birdən bütün məhəllə başlamışdıq. Həqiqətən çox gözəl vaxtlar idi. Oradan 8 il keçib, 7-8 il aradan keçib, yəni bilmirəm də bir göz qırpımında keçdi vaxt. Və deyir ki, adın nədir və neçə yaşın var? Demişdim adım Əldi, 20 yaşım var və deyir ən sevdiyin karakter nədir? Ən sevdiyim karakter Grom, El Primo, Daryl, sonra nə idi? Eevee. Əsl sevdiyim karakterlər çox deyə belə baxanda. Həqiqətən, yəni sırf bir dənə karakteri sevirəm, meynimdir demirəm. Crow'u da xoşlayıram. Yəni yaxın məsafələrdən xoşladığım karakterlər var. Onda bu videoda bizdən bu qədər olsun. Footmaster 3 Prestige Nora eləmək istəyir. Eləyə bilsə onun videosunu çəkəcəyik. Yəni özəl olaraq video çəkəcəyik. 2383 kupadır Norisi. Onda gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.